Hər kəs diqqətlə baxsın, adnarazı bakların yığımı ilə bağlı bir dənə məlumat verəcəm. Köhnə versiyanın hamı öyrəşibdir. Ortadan kəsib, şurupla, botla, qayka ilə, kley ilə, purkley ilə eləməyini. Artıq mən o üsulla eləmirəm. Yəni ki, barabanı ortadan kəsirəm, öz materialı ilə tikirəm. Heç bir problem də olmur. Nə iyi gəlir, nə qoxu gəlir, nə axıtma olur. Heç bir problem olmur. Gördüyünüz kimi bu mənim yığacağım bakdır. Kəsmişəm. Hazır versiyasını sizə göstərəcəm. İndi əslində onlar necə yığırlar onu göstərirəm. Bu günə qədər və ustaların gördüyü beləncə şurupla. Bu normal iş sayılmır artıq demək olar ki. Çünki gördüyünüz kimi axıtmalar baş verir. Kəsəndə əyri kəsilir, zədələnir və su axıtmalar kimi problemlər olur. Mən bunu ortadan kəsirəm, öz materialı ilə tikirəm. Kimə maraqlı olsa, mənə zəng eləsin. Həmin ustaya da yığıb verə bilərəm. Kimin də palatoryanda səs var, o da bizə müraciət edə bilər. Yeni üsulla yığın. Buna deyirlər yeni üsulla. Köhnə versiya buydu.